Salam. Bugün sizlərə compound inequalitieslər haqqında danışacağım və iki əsas önəmli detalları vurğulayacağım sizin üçün. Bugün biz sizlə and və yaxud da or üsulu ilə tanış olacağıq. Hansı ki biz iki tipli bərabərsizlikləri görəcəyik. Birində and, digərində isə or metodu ilə həll edəcəyik. Ümumiyyətlə, and və yaxud da or necə olur və biz compound inequality deyəndə nəyə başa düşəcəyik? Compound inequality deyəndə əslində ikisinin bir arada araşdırılması deyək. İki dənə bərabərsizliyin bir arada araşdırılmasını nəzərdə tuturuq. Məsələn, deyək ki, onlardan birincisi görəcəksiniz ki, and-lə olacaq. Hansı ki, bu bərabərsizliklər kiçikdir, yəni less than or equal to olsa, biz onu and-lə həll edəcəyik. Yəni, və kimi başa düşəcəyik və onların həllərinin hər ikisinin üst-üstə düşən, yəni hər iki bərabərsizliyi ödəyən həllər bizim cavabımız olacaq. Və yaxud da ikinci tip olaraq or-la olan bərabərsizliklər qarşımıza çıxacaq. Bu zaman isə or o deməkdir ki, ya o, ya bu. Yəni, burada ortaq olmaya da bilər, ortaq ola da bilər. Əsas məsələ odur ki, ən azı ikisindən birinin həlli olsa, biz onları ümumi həll kimi götürəcəyik. Yəni, qısacası, birinci and-də biz həllərin kəsişməsini götürəcəyik, orada isə həllərin birləşməsini götürəcəyik. Gəlin, nümunəsinə baxaq. Məsələn, deyək ki, and-lə bağlanmış belə bir bərabərsizliyimiz var. Deyək ki, x 2-dən böyükdür, 8-dən kiçikdir. Görürsünüz, burada yəni başqa cür ola bilməz. X 2-dən böyük və 8-dən kiçik. Yəni, mən burada 2-dən böyükləri və 8-dən kiçikləri ikisini də eyni anda ödəyən şərtləri, qiymətləri götürməliyəm. Yəni, cavab olaraq 3, 4, 5, 6, 7-ni götürəcəm, əgər tam ədədlər soruşursa. İkinci halda, deyək ki, x -2-dən kiçikdir, amma 5-dən böyükdür. Bu zaman isə, yəni görürsünüz, ortada or yazıb. Bu o deməkdir ki, 2-dən, -2-dən kiçik və ya 5-dən böyük. Yəni, ikisi də bizim həllimiz olacaq. Ona görə biz bu həllərin ikisini də birləşmiş şəklində götürəcəyik. Mənfi sonsuzluqda -2 və 5-dən müsbət sonsuzluq şəklində. Ümumiyyətlə, dediyimiz kimi, yəni burada artıq biz ümumi bir fikir ifadə edəcəyik ki, and olanda biz onların arasında qalanları, yəni kəsişməni götürürük. Or olanda isə ümumi, deyək ki, bizə olan bütün ədədləri, bütün hissələrə götürməliyik. Yəni, o şərtlərin hər ikisini ödəyən hissələrin hər birini həllərə daxil edəcəyik. Gəlin, belə bir suala baxaq. Deyir ki, bu sualı həll edin və biz artıq qərar veririk ki, buradakı x həm 3-dən böyük, yəni x üstə gəl 2, orta dayanan hissəni götürürük. Həm 3-dən böyük, həm də 7-dən kiçik və ya ona bərabər olmalıdır. Avtomatik biz anlayırıq ki, biz burada və-dən istifadə edəcəyik. Yəni, o həlləri kəsişməsindən istifadə edəcəyik. Və bunu həll etmək üçün, təbii ki, birinci hər tərəfdən 2-ni çıxacaq, birbaşa cavab çıxacaq. Gəlin, həllə baxaq. Okey, hər tərəfdən 2-ni çıxsaq, zaten görürdük. Gördüyümüz ki, hər tərəfdən 2 çıxsaq, 3-dən 2 çıxanda 1 qalacaq, burada isə 5 qalacaq. Deməli, x 1 və 5 arasında qiymət alacaq. Təbii ki, 1-i ala bilmir, amma 5-i də alacaq. Bu bərabərsizliyin öz işarəsinin əsasəndir. Bu artıq bizim olacaq cavabımız.